Ay dostlar, valla bezmişəm. Yəni bilmirəm, mənim dərdimdə olan kimlərsə var. İnsan nə qədər cərimə ödəyər? Yəni taksi ilə hərəkət eləsək daha bizi sərf eləyirik. Hər yer avtobus zolağı, hər yer nə bilim addım svetoforlar. Çox qəribədir. Yəni mənim kimi qayda qanunla, kəmərlə sürən adam, mən ayda 400-500 manat, 100 manat şeyə düşürəm. Bilmirəm, svetofordur, avtobus zolağıdır. Hələ mən bu qədər diqqət eləyirəm. Rahat 400-500 manat cərimə ödəyirəm. Yəni gerçəkdən bu acınacaqlı vəziyyətdir. Yəni yolda saxlanılmaqları demirəm də. Yəni bu nədir? Yəni hərəkət eləmək olmur, bir yerdə saxlamaq olmur, hər yer avtobus zolağı. Yəni gerçəkdən çox acınacaqlı bir vəziyyətdə. Hal-hazırda uşağı çöpçəyə gətirmişəm, yer yoxdur saxlamağa. Məcbur mən yenə girmişəm avtobus zolağına. Yəni bu 100 manatlar nə qədər gələcək bizə? Biz nə qədər əmək haqqı qazanırıq ki? Yəni biz